İrana ağır bombardımançı təyyarələrlə zərbələr endirməsi və İsrailin İrana qarşı başlatdığı müharibəyə Birləşmiş Ştatların qoşulması əlbəttə ki, çox yanlış bir tarixi addım idi. İndi Netanyahunun təhdidi ilə və arzusu ilə planlarına rəğmən Birləşmiş Ştatlarla birlikdə İrana qarşı başladılan bu təcavüz müharibəsi, onun miqyası, arealı genişlənməkdədir. İrana qarşı baş qaldırmış bu İsrailin təcavüzü və ona Birləşmiş Ştatların qoşulması əlavə oyunçuların Yaxın Şərq regionunda bu müharibəyə qoşulmasının ehtimalını artırır. Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Medvedev dünən çox maraqlı bir açıqlama ilə çıxış elədi və dedi ki, indi İrana hazır nüvə paketi, hazır nüvə silahı verməyə hazır olan ölkələr sıraya düzülübdür. Əlbəttə ki, bu üstörtülü mesajın çox ciddi əhəmiyyəti vardır. İranın Amerika Birləşmiş Ştatlarının zərbələrinə qarşı cavab zərbəsi vuracağı mütləqdir. Amma hansı variantı seçəcəkdir? Ormuz körfəzi mi bağlayacaqdır? Əlbəttə bu riskli addımdır. Körfəz ölkələrini İrana qarşı qaldırar. Neftin qiyməti astronomik şəkildə qalxar. Həm də maye qazın. Digər tərəfdən İran özü də o yoldan neft daşıyır. Üstəlik İranın 90% xam neftin Çin alır ki, Ormuz körfəzinin bağlanması Çinin də maraqlarının, İranın özünün də maraqlarının əleyhinədir. Digər tərəfdən bu, İsrail ilə Birləşmiş Ştatların əlin gücləndirər və İranı yeni hədəfə çevirər. İrana qarşı başladılmış bu aqressiv müharibəni əsaslandıra bilər. Amma bir tərəfdən Çinin kəskin reaksiyası, Birləşmiş Ştatların və İsrailin İrana vurduğu zərbələrə görə, Rusiyanın kəskin reaksiyası, digər tərəfdən Şimali Koreyanın kəskin reaksiyası və bunun üçünün də nüvə dövləti olması və Medvedevin bu bəyanatı onu göstərir ki, istənilən anda İrana nüvə başlıqlı raket və ya Medvedevin təbirincə desək, top nüvə paketi verilə bilər. Bu əlbəttə çox qorxulu senaridir. Və Çin İrana sivilizasiya kimi çox böyük diqqətlə yanaşır və İranın məğlub olmasını nə Çin, nə Rusiya, nə Türkiyə istəmir. Və bu arzu olunmaz senarinin həyata keçməməsi üçün Çin istənilən zaman bu məsələyə qarışıb İranın hava hücumundan müdafiə sistemin yenidən bərpa edə bilər. Bu, Çinin müharibəyə qatılması demək olacaqdır. Dolayısıyla və ya birbaşa.